Salamlar, bu videoda tam cəbri ifadələrdən danışacağıq. Video seriyası şəklində olacaq. İlk videomuz birədlilər olacaq. Son videomuz isə ifadələrin ən kiçik və ən böyük qiymələrinin tapılması haqqında danışacağıq. Birədli və onun standart şəklinə aid ən çox yayılmış 10 dənə testin izahını verəcəyik. Başlayaq. Hansı birədlinin qüvvəti 12-dir? Birədlinin qüvvəti demək, dəyişənlərin üslərinin cəmidir. Yəni buradakı 5-i silirik, biz 2 ilə 7-nin cəminə baxırıq, eləyir 9. Buradakı 3-ü silirik, bu x-in qüvvəti 1-dir, unutmayın, o 1 yazılmaz. 1 ilə 7-nin cəmi eləyir 8. Burada 4 ilə 8-in cəmi elədi 12, bizə də 12 lazım idi. C bəndi. Birədlisinin dərəcəsi 14 olursa eni tapın. Dərəcə nədir? Dərəcə qüvvət ilə eyni şeydir, əzizlərim. Dərəcə və qüvvət birədlidə eyni anlayışdır. Yəni burada 2-ni sil getsin. Buradakı 2 ilə n plus 2-ni toplayanda, 2 ilə n plus 2-ni toplayanda bizə 14-ü verməlidir. Sualda deyir, şərtdə deyir ki 14-dür. N plus 4 bərabərdir 14. Buradakı plus 4 burada minus 4 olur. N bərabərdir 10. Eni 10 tapdıqsa bizdən də eni soruşur. C-dən. Birədlisinin qüvvəti əmsalından neçə dəfə böyükdür? Qüvvətini tapaq. Öncə standart şəklə gətirməliyik, əzizlərim. Standart şəkil nədir? Sadələşdirmək. Bizdə 125 vurulsun x kvadratı, vurulsun y üstü 7, vurulsun 5-də 2-nin kubu. Baxın, bu kubu həm bura paylayırıq, həm bura paylayırıq, həm bura paylayırıq. Necə paylayacağıq? Yəni 5-də 2-nin kubu olacaq. Vurulsun a kvadratının kubu olacaq. Vurulsun b üstü 5-in kubu olacaq. Yaxşımı? 5-də 2-nin kubu nədir? 2-nin kubu 8 eləyir. Burada yazıram. Bölünsün. 5-in kubu 125 eləyir. Kəsirin qüvvəti, sürəti və məxrəcin qüvvətlərini ayrı alırıq. A kvadratının kubu a üstü 6 eləyər. Yaxşımı? 2-ni 3-ə vururuq. B üstü 5-in kubu b üstü 15 eləyər. 5-i 3-ə vururuq. İndi əmsalları bir-birinə vuranda diqqət edin, bunlar əks ədədlərdir. 8 ilə 8 gedir, 125 ilə 125 gedir. Əmsal 1 qalır, o 1-i yazmırıq. X kvadratı, y üstü 7, a üstü 6, b üstü 15. Bunun bəs qüvvəti nə oldu? Toplayaq. 2 ilə 7, 9, üstünə 6 gəl, 15, üstünə 15 gəl. 30 oldu bunun dərəcəsi. Bəs əmsalı neçə oldu? Əmsal dedik ki, 1 oldu, sadələşdi 1 oldu. Qüvvət əmsaldan neçə dəfə böyükdür? 31-dən neçə dəfə böyükdür deyəndə 30-u 1-ə bölüb tapırıq. Yəni 31-dən 30 dəfə böyükdür. D bəndi. Onlayn dərslərimizə qoşulmaq istəyənlər ekrandakı nömrə ilə əlaqə saxlaya bilərlər. Standart şəkildə olan birədliyini tapın. Standart şəkil nədir? Sadəcə ədədi vuruq var. Birinci vuruğu ədəddir. Digərləri müxtəlif hərflərdir. Baxın, burada x kvadrat var, burada da x var. Bu standart şəkildə deyil. 2 dənə var x-dən. Burada y var, y üstü 7 var, 2 dənə var. Burada görürsünüz, bir dənə əmsalı var, bir dənə x var, bir dənə y var, bir dənə z var. Buna standart şəkildə birədli deyirik, yaxşımı? Burada x-dən 2 dənə idi, burada əmsaldan 2 dənə idi, yaxşımı? Bu da standart şəkildə deyil. Aşağıdakılardan hansı bir hədlidir? Burada görürük ki, toplama var, bu 2 hədlidir. Ortada toplama varsa 2 hədlidir. Məxrəcdə hərf varsa bir hədli deyil. Birədlilər natural üslü qüvvətlərdir. Yəni burada 1/3 nədir? Kəsirdir. Bu nədir? Mənfidir. Belə birədli olmaz. Birədlilər sadəcə natural üslü qüvvətdir. Birədlilərdə hərfə bölmək olmaz. Zaten burada y-ə bölmə var idi. Burada hərfə bölmək olmaz. Birədli deyil. Görürsünüz burada məxrəcdə ədəd var, sürətdə də hərflər var. Bu birədlidir. Kanalımıza edəcəyiniz ən böyük yaxşılıq bu videonu bəyənməyiniz, ehtiyacı olan şagirdlər varsa ətrafınızda onlarla paylaşmağınız və abunə deyilsəniz kanala abunə olmağınızdır. Hansı birədlinin dərəcəsi 7-dir? Dərəcə və qüvvət eyni anlayış idi. Bunları silirik. Baxın, 5 üstü 2-yə dəymirik, çünki bu əmsaldır. Əmsalın qüvvətidir, o önəmli deyil. Birədlidə dərəcə hərflərin üslərinin cəmidir. Bunun dərəcəsi 5-dir, bunu sil getsin. Burada x-in dərəcəsi 1 idi. Bunları toplayanda 7 eləyir ki, biz də 7-ni axtarırıq. Yaxşımı? Birədlisinin qüvvəti 10 olarsa, baxın, bu 2 üstü 2-ni silmək lazımdır. Mənfi 2 üstü 2, o əmsaldır. Qüvvət nədir? 2 üstə gəl, n üstə gəl 3-dür. Bunu 10 veribdir bizə. N plus 5-i 10 tapırıq. Burada plus 5 sağda minus 5 olur.
n bərabərdir 5. Bir ədədin qüvvəsinə n5 isə bu bir ədədini təkrardan yazıram. Mənfi x vurulsun y üstü n-in yerinə 5 qoysaq 7 elər. Bunun qüvvəti nə olacaq? 7 mi olacaq? Xeyr. Burada x-in qüvvəti 1-dir axı, o yazılmır. Bunları toplayanda eləyir 8. C bəndi. Bir ədədisinin dərəcəsi əmsalının neçə faizdir? Həm də faiz sualıdır. Keçək. Dərəcəsini tapaq. Öncə standart şəklə gətiririk təbii ki bir ədədini. 54 x y kvadratı vurulsun. Bu ifadəni necə açacağıq? Bu kvadratı bir paylayacağıq 3-ünə də. Yəni olacaq bu 3də 1-in kvadratı vurulsun a kvadratın kvadratı vurulsun b kvadratı. Bu kvadratlar bir ədədə paylanar bütün qruplara. 3də 1-in kvadratı 9da 1 eləyir. A kvadratın kvadratı a üstü 4 eləyir. 2 2-yə vurduq 4 və b kvadratı. Burada yazıram 9da 1 a üstü 4 b kvadratı. 54'ü 9'da 1'e necə vururuq? 54'ün məxrəci 1-dir. 9 ilə 4 x-a gedir, 6 qalır. Düzdürmü? 6x y kvadratı a üstü 4 b üstü 2. İndi əmsal nədir? 6. Baxın, əmsalı 6 tapdıq. Bəs dərəcəsi nədir? Burada x-in dərəcəsi 1-dir. 1 ilə 2, 3, 4 burada 7, 2 də burada 9. Dərəcəsi 9, 6-nın neçə faizidir? Necə tapacağıq? 9'u 6'ya bölürük, vururuq 100'ə. İxtisar eləsək bunu. 3 bölək 2 vurulsun 100. 3'ü 2'yə böləndə 1,5 eləyir. Bunu 100'ə vuraq. 1,5'i 100'ə vuranda 100'də 2 0 var. Vergül 2 rəqəm gəlir qabağa. 1 rəqəm gələndə 15 olur. Bir dənə də 0 atırıq. 150. Demək ki 150 faizi imiş. Burada 3'ü 2'yə necə böldük deyə soruşanlar üçün 3'ü 2'yə bölək. 3'ü 2'yə böləndə 1 tam düşür. 1 dəfə 2, 2. Qalıq 1 eləyir. Qalığa çatdınsa bura bir vergül at. Qalığın yanına 0 yaz. Davam elə bölməyə. 10'u 2'yə böldük. 5, 5 dəfə 2, 10. 0'a çatdıq. Bölmə bitdi. 1,5. Əzizlərim, təhsil kanalındasınız. Riyaziyyat kanalındasınız. Ekrandakı şəkildə izləmək tövsiyə edilmir. Çünki əlinizə qələm almalısınız. Önünüzdə vərəq. Bizimlə bərabər yazın, pozun. Elminiz artsın. Standart şəkildə olan bir ədədini tapın. Bu 2 ədədidir, düzdürmü? Ortada plus var. Getdi. Sonra burada y-dən 2 dənədir. Dedik standart şəkil nə idi? 1 dənə olacaq bütün vuruqlar. A-dan 2 dənədir, getdi. X-dən 2 dənədir, getdi. Burada x-dən də 1 dənədir, y-də, z-də bunlar 1-1'dir. Yəni müxtəlif dəyişənlərdir. Bunun da əmsalı mənfi 1'dir bu arada. Deyib, yaxşı, mənfi 1. C bəndə standart şəkildə olan bir ədəd. Aşağıdakılardan hansı bir ədədidir? Ortada görürük çıxaq var. Bu 2 ədədidir. Bir ədədə hərflərə bölmək olmazdı. Hərfə bölmək olmazdı. Bir ədədinin üstü mənfi olmaz. Natural üstü qüvvətdir. Bu 2 bir ədədidir. Deyilmi? 2 bir ədədidir. Bu 2 bir ədəd haqqında danışaq. 2 bir ədədin dərəcəsi neçədir? 0'dır. Yəni yanında bir x üstü 0 fikirləşə bilərsiniz. Bunun dərəcəsi 0'dır. Çünki x üstü 0 1 eləyir. Düzdürmü? Bu 1'i yazmarıq. Tamam. Bugünkü videoda nə edirik sizinlə? Tam cəbri ifadələr böyük bir mövzudur. Bunun bir ədədli və onun standart şəklinə aid testlər elədik. Videonun açıqlama hissəsinə bu testlərə oxşar testlər qoyuram mən. Link qoyuram. Həmin linki işləyin. Nəticənizi də şərhlərdə bizimlə bölüşməyi unutmayın. Bu video seriyasının bir sonraki hissəsində isə natural üstü qüvvətdən söhbət açacağıq.